Rəmin müəllim, bəzi insanlar kainata mesaj göndərməklə öz arzularının gerçəkləşəcəyinə inanırlar. Buna İslamın münasibəti necədir? Yəni necə mesaj göndərir? İstədiyi bir şeyi ürəyində tutur və ya deyir və bu hesab edir ki, bu mesaj göndərdim. Kainata mesaj göndərdim və o gerçəkləşəcək. Amma sözsüz ki, bu birinci növbədə elmsiz bir yanaşmadır. Heç bir elm dəlillərinə, sübutlarına söykənməyən bir fikirdir. Ona deyirlər, yəni cəlb eləmək qanunu. Belə bir şey fikirləşiblər. Hətta yəni qeyri-müsəlmanlar, elmlə məşğul olan qeyri-müsəlmanlar hamısı yetkin rəydədirlər ki, bu bir dəlilsiz bir şeydir. Onlar fikirləşir ki, bir şey sən fikirləşəndə o cəlb edirsən o məsələni. Məsələn, varlı olmaq istəyirsən, kiməsə bilənmək istəyirsən, o barədə fikirləşirsən, mesaj göndərirsən, sonra o baş verir. Sözsüz ki, dediyimiz kimi, həm elmi müxalifdir, həm dinə müxalifdir. Dinə müxalifdir. Ondan da əlavə, hətta küfrə də apara bilər insanı. Əgər insan fikirləşirsə ki, kainat nəsə verir ona, ulduzlar ya kimsə ona nəsə verir, o belə ona mesaj göndərir, ona nəsə verir, bu küfürdür artıq. Artıq küfürdür. Əgər bu etiqadla eləyirsə. Ona görə bundan daha yaxşı bir alternativ var İslamda. Sən hələ belə fikirləşməkdənsə, belə oturub fikirləşməkdən, ona dua elə. Sən o şeyi Allahdan istə. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və qala rabbukum ud'uni astajib lakum." Sizin Rəbbiniz dedi: "Mənə dua edin, mən də sizə cavab verim." Sən dua edərkən istərseniz o barədə fikirləşəcəksən. Lakin bir var quru-quru fikirləşəsən. İkincisi sən belə bir böyük bir ibadət edirsən. Allah'a dua edirsən, Allah'a müraciət edirsən. Hansı ki Allah Subhanahu wa taala deyir ki: "Astajib lakum." Dua elə ki mən sizin duanıza cavab verim. Və dua da ən böyük ibadətlərdəndir. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əd-dua huvel ibadə." Həqiqətən dua elə ibadətin özüdür. Və başqa yerdə Allah Subhanahu wa taala buyurur ki, "Və izə səələkə ibadi anni fe inni qarib. Ucibu da'vete da'i izə da'an." Mənim qullarım səndən soruşanda mənim barədə denən mən yaxınam. Hətta demədi Allah Subhanahu denən. Birbaşa vasitəsiz, yəni göstərir ki, vasitə lazım deyil. Mən yaxınam, dua eləyənin duasına cavab verirəm. Ona görə sən hələ belə fikirləşməkdənsə, sən Allahdan istə. O böyük ibadəti elə və Allah Subhanahu taala vəd verib ki, o sənə verəcək. Və hədislərdə necə gəlib, Allah mütləq heç bir duanı cavabsız qoymaz. Ya həmin o şeyi sənə verər, ya hansısa bir şər sənə gəlməli idi, o şərdən səni qoruyar, ya da ondan yaxşısını sənə verər. Mütləq duaya sən cavab tapacaqsan Allah Subhanahu taala'dan. Allah da yaxşı bilir.